Salam, efirdə xəbərlərdir. Ermənistanda Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən biolaboratoriyalarla bağlı məsələ erməni mediasında bir neçə gündür yenidən gündəmə gətirilib. Ajmediyinfo xəbər verir ki, bir neçə gün öncə erməni müxalif fəallar bu biolaboratoriyalarla bağlı Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyi önündə aksiyada keçirmişdilər. Erməni mediası yazır ki, 1990-cı illərdən bir sıra postsovet ölkələrində Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə çoxsaylı bioloji laboratoriyalar yaradılıb. Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən DTR agentliyi postsovet ölkələrində fəaliyyət göstərən bu laboratoriyaları maliyyələşdirir. Həmçinin sözügedən ölkələrə, o cümlədən Ermənistana müvafiq mütəxəssislər göndərir, bioloji tədqiqatlar aparır. Agentliyin illik büdcəsi 2 milyard dolları ötür. Qeyd edilir ki, 2024-cü ilin yanvarında Ermənistanın Müdafiə naziri Suran Papikyan Amerika Birləşmiş Ştatlarına səfəri zamanı Ermənistanda 13-cü biolaboratoriyanın açılması ilə bağlı Pentagonla müqavilə imzaladığı barədə məlumat yayılıb. Müxtəlif mənbələrə görə Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən biolaboratoriyalar Göyçə, Şirak, Lori, Havuş, Armavir, Ararat, Zəngəzur bölgələrində fəaliyyət göstərir. Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeni fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib. Sizinlə mən Şahin Seydov, Azərbaycan Yəhudi mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.